Hər kəsi salamlayıram, xoş gördük. Əziz abituriyentlər, bu video izahımız Güvən 2024 test toplusundan trigonometrik funksiyalar bölməsindən B variantının testlərinin izahları olacaq. Blok imtahanına hazırlaşan hər bir abituriyentə uğurlar arzulayıram. Videoya keçməmişdən qabaq onu deyim ki, əziz abituriyentlər, bizim ödənişsiz dəstək məqsədli WhatsApp qrupumuz var. Qoşulub yararlana bilərsiniz. Videonun aşağısında linki yerləşdirəcəm. Asanlıqla qoşulun və yararlanın. Kanala abunə olmağı, izləmədə qalmağı unutmayın. Başladıq testlərin izahlarına. Birinci sualımız belədir. Bir dəqiqə. Funksiyasının qiymətlər çoxluğunu tapın. Deməli şagirdlər, bunu belə yazaq da. 1. Bu 2 sinus kvadratı x-i parçalasam, yazsam ki sinus kvadratı x üstəgəl sinus kvadratı x üzərinə də gəl kosinus kvadratı x. Məxrəcidə də var sinus x. Bu hissə elədi 1, bu hissə elədi 1. Qaldı sinus kvadratı x üstəgəl 1 bölünsün sinus x. Kəsri ayırsam, olurmu sinus x üstəgəl 1 böl sinus x. Şimdi şagirdlər, koşu bərabərsizliyinə görə dedik ki, 2 müsbət ədədin ədəd ortası böyükdür, bərabərdir onların həndəsi ortasından. Onda a üstəgəl b böyükdür, bərabərdir 2ab-dən. Bunu da eyni qaydada yazsaq, koşu bərabərsizliyinə görə olacaqmı? Sinus x üstəgəl 1 böl sinus x böyükdür, bərabərdir 2 vurulsun onların hasili. Hasili də 1 eləyir, görürsünüz, ixtisar gedir. Qalır belə, sinus x üstəgəl 1 böl sinus x böyükdür, bərabərdir 2-dən. Yəni bunun ən kiçik qiyməti oldu 2. Bir də sinus x üstəgəl 1 böl sinus x kiçikdir, bərabərdir olur mənfi 2-dən. Yəni a plus b kiçikdir, bərabərdir 2-dən. 2 kök ab-dən formada mənfi. Deməli 2-dən böyük mənfi sonsuzluqdan 2-yə qədər, bir də 2 müsbət sonsuzluq. Birinci sualın cavabı Y variantı. Koşu bərabərsizliyinə görə. Diqqətli olun. Sual 2. İfadəsini sadələşdirin. Bu kosinus 125 çıx alfanı yazaram belə. 90 üstəgəl mütərizədə 35 çıxılsın alfa şəklində. Və bu sinus, fikir verin, bu sinus 35 çıx alfa var ha. Bunu yazaram, daha doğrusu alfa çıx 35 yazaram. 35 çıx alfa sinus tək funksiyadır. Qarşıya keçirərəm o mənfini. Qalsın belə. 35 çıx alfa. İndi kosinus 90-da ad dəyişir. Pi bölü 2'dir. Olur sinus 35 çıxılsın alfa. Və düşür ikinci rübə. İkinci rübdə kosinus mənfi olduğu üçün sinusu da mənfi tələb eləyir. Və aşağıda da sinus 35 minus alfa idi. Eyni ədədləri bir-birinə böləndə müsbət 1. Sual 3. İfadəsini deyir, sadələşdirin. Şagirdlər, bunu yazaq belə. Kosinus, sual 3. Kosinus alfa bölünsün 1 üstəgəl tangens alfa verilibdir. Bunu yazaram belə. 1 üstəgəl sinus alfa böl kosinus alfa bərabərdir. Ortaq məxrəc eləsəm, olacaqmı? Kosinus alfa üstəgəl sinus alfa, yuxarıda da kosinus kvadratı alfa. Bu kosinus alfa qalxdı yuxarı. Eyni qayda ilə ikincisini də eləyirəm. Sinus alfa bölünsün. Açsam kotangens alfanı, bura baxıram. Baxın, əziz şagirdlər, bura baxıram. Bu da kosinus alfa böl sinus alfadır. Yenə ortaq məxrəc eləsəm, olacaqmı? Sinus alfa üstəgəl kosinus alfada sinus kvadratı alfa. Sinus alfa qalxdı sürətə. İndi bu ortada çıxmadı mı görəsən? Bir dənə baxım kitaba. Bəli, çıxmadı. Deməli, indi görürük ki, bu ikisini toplamalıyam. Baxın, bura 1 yazıram, bura 2 yazıram. Bu 1 ilə 2-ni toplayanda, ortaq məxrəclər eynidir.
hər ikisində məxrəclər sinus alfa üstəgəl kosinus alfadır. Yuxarını toplayanda alındı 1. İndi bu ifadədən, baxın bu ifadədən bu ifadəyə çıxanda qalır nə? 0. Eyni ifadələrdir. 4-cü suala baxıram. Sual 4. Sinus arc kosinus mənfi 3/1. Baxın bu arc kosinus, baxın arc kosinus mənfi 3/1 bərabərdir bir alfa olsa, tərs funksiyanın tərifi xatırlayırsınız yəqin. Arc kosinus mənfi 3/1 bir alfa desək, onda kosinus alfa bərabər olur nəyə? 3/1'ə. Kosinus küt funksiyadır. Bilirsiniz ki, mənfi getdi. Qaldı kosinus alfa bərabərdir 3/1. Çünki arc kosinus, kosinusun bilirsiniz ki, tərsidir. Sinus, arc sinus. Bu şəkildə. İndi kosinus alfa 3/1'dirsə, sinus alfanı soruşur sizdən. Düzbucaqlı üçbucaqdan istifadə edin. Misal işləyin. Bura alfadır. 1'in 3'ə deyil. Deməli, bitişik katetin hipotenuza nisbətidir. Bu da aydın məsələdir ki, 2 kök 2'dir də. 9'dan 1 çıxanda 8, 2 kök 2. Bunu da sinusu qarşıdakı katetin hipotenuza nisbətidir. 5-ci sual. Ədədlərini müqayisə edin. A verilib sinus 42. B verilib kosinus 44. Kosinus 44'ü şagirdlər sinus 46 yazın. Çevirmə düsturuna görə 90'dan çıxırsınız da ad dəyişir. C-də tangens 46'dır. İndi bu aydın məsələdir ki, sinuslarda, baxın bu ikisinə baxsam, sinus birinci rübdə artan funksiyadır. Deməli, belə çıxır ki, A B-dən kiçikdir. Yəni, sinus 42 sinus 46'dan kiçikdir. Çünki sinus 0'da 0 alır, 30'da 2'də 1 alır, 90'da 1 alır. Görürsünüz, arta gedir. İndi sinus 46 ilə tangens 46'nı tapaq. Və belə fikirləşində sinus 45'də, baxın, sinus 45'də kök 2 bölü 2 alır. Sinus 45'də kök 2 bölü 2 alır. Bu da deyək ki, 1/4 bölünsün 2, məsələn, təqribən 0/7. Amma tangens 45'də 1 alır. Görürsünüz, tangens daha böyükdür. Yəni, ona görə də C B-dən böyükdür. Bunda belə çıxır ki, ən böyüyü C-dir, B-dən böyükdür, o da böyükdür A-dan. Tərsinə düzürəm A, B və C. A, B və C. Yəni A variantı. Tangens 2 belə olarsa, ifadəsinin qiymətini tapın. İndi burada tangens alfa 2 verməyib. Belə fikirləşin də. Bu misalın hər tərəfini, baxın, belədir də sual. Sinus alfa üstəgəl kosinus alfa. Bir də sinus alfa çıx kosinus alfa. Bunu hesablayın. Hər tərəfini belə deyək, sinusa da bölə bilərsiniz. Daha doğrusu kosinusa da bölə bilərsiniz. Və yaxud da tangens alfa 2 deyil. Tangens alfa nədir? Sinus alfa bölünsün. Kosinus alfa bərabərdir 2. Buradan sinus alfanı tapsam, 2 dənə kosinus alfa deməkdir. Harada sinus var, yerinə 2 kosinus yazıram. Olur yuxarı 3 kosinus alfa. 2 kosinusdan da kosinus çıxanda kosinus alfa. Bunlar gedər, qalır 3. Yəni variantı. 7 də eynisidir. 7'ni də eyni qaydada eləyərsiniz. Gətirib yerinə yazarsınız. Bu da nə eləyərsiniz? Kosinus alfa böl sinus alfa deyərsiniz mənfi 3'ə. Çarpaz vurun. Harada kosinus varsa yerinə gətirib mənfi 3 sinus alfa yazın. Salam, misal işləyin. Eyni sual olduğu üçün baxmadım. Növbəti 8'dir. İndi 8'ə baxın. Bu tangens 1, görürsünüz. Bu tangens 1-dən kotangens 89 şagirdlər 1 eləyir. Bunun cavabı 1. Üzərinə yazdım. Niyə? Çünki bu tangens 1 vurulsun tangens 89 deyil. Bu tangens 1'ə dəymirəm. Tangens 89'u yazıram. Tangens pi bölü 2, yəni 90 çıxılsın 1 kimi. Bərabərdir. Tangens 1 vurulsun. Tangens pi bölü 2'də ad dəyişir. Olur kotangens, olur 1. Tangensi kotangensə vuranda 1 eləyəcək. Və həmçində tangens 3'ü buradakı tangens 87 ilə qruplaşdırırsınız. Tangens 5'i
tangens 85 ilə qruplaşdırırsınız. Hər biri 1 eləyir. Yəni yekun hasil olur 1. Vəssalam. Yekun hasil 1. Növbəti 8 idi bu. 8-ə baxdıq da. 9. Bir ifadəsinin qiymətini tapın. İndi ifadəsinin qiymətini tapın. İndi şagirdlər. Burada həmçinin burada da eynidir də. Fikir verin. Bu sinüs 10 elə kosinüs 80 deməkdir. Çevirmə düsturu aparsaq eynidir. Sinüs 80 da kosinüs 10 deməkdir. Və yaxud sinüs 20 yenə də ixtisar gedir. Bunların hər biri ixtisar gedir. Bu cavab 1-dir də. Və yaxud da belə də göstərək. Baxın, sual belə deyil. Yazıram. Sinüs 10 vur sinüs 20. Nəhayət. Belə davam eləyə gedir. 10, 20, 30, 40, sinüs 80 nöqtələr. Sinüs 80 vur sinüs 90. Deyək ki, sinüs 90 da 1-dir də. Bunu da yazmadım heç. Sinüs 91. Düşdüm aşağı. Kosinüs 10 vur kosinüs 20, kosinüs 30, kosinüs 40, nəhayət kosinüs 80-ə qədər. Fikir verin, eyni şeydir də. Bununla bu ixtisar gedir. Buradakı sinüs 20 var ha. Bu sinüs 20 ilə buradakı 70 ixtisar gedir. 30 ilə buradakı 60 ixtisar gedir. Belə-belə nəhayət gəlirik bu 80 ilə. Başqa rənglə göstərmisiniz. Bu 80 ilə bu ixtisar gedir. Buradakı sinüs 70 ilə bu kosinüs 20 ixtisar gedir. Çevirmə düsturları da məsələn birini göstərək. Sinüs deyək ki 70 var da burada. Mən bunu necə yazaram? Pi bölü 2 minus 20 yazaram. Ad dəyişir, olur kosinüs 20 də. Kosinüs 20 ilə artıq bu getdi ixtisar. Və bunlar hamısı belə ixtisar gedir və bir cavabını alırsınız. Sualın ifadəsini hesablayın. Burada bunu açaq. 1 çıxılsın. Sinüs kvadratı alfa bunu açanda. Üzərinə gəl. 2 sinüs alfa kosinüs alfa. Bir də kosinüs kvadratı alfa. Bu sinüs kvadratı ilə kosinüs kvadratı 1 eləyəcək. 1 çıxılsın. 2 sinüs alfa kosinüs alfa. Bu da sinüs 2 alfa deməkdir. İndi burada birlər gedər. Qalar mənfi sinüs 2 alfa. Aşağıda da var. Belə bir ifadə. Sinüs alfa vur kosinüs alfa çıx tangens alfa. Tangens alfanı da açın. Sinüs alfa böl kosinüs alfa kimi. Bu da olur mu belə? Yazsaq əgər. Deməli, ortaq məxrəc eləsək. Daha sadə bir yol görürük. Bir dənə baxaq. Ortaq məxrəc eləsək. Olur sinüs alfa kosinüs kvadrat alfa minus sinüs alfa. Bu kosinüs alfa da qalxdı yuxarı vuruldu. Mənfi kosinüs alfa vur sinüs 2 alfa. Sinüs 2 alfa bərabərdir. İndi biz buradan sinüs alfanın mütərizə xaricinə çıxartsaq, sinüs alfanın qalır kosinüs kvadratı alfa minus 1. Oldu bu şəkildə. Kosinüs kvadratı alfa minus 1. İndi bu da qalsın belə. Mənfi kosinüs alfa vurulsun. Sinüs 2 alfanı açsam 2 sinüs alfa kosinüs alfa. Bu kosinüs kvadratı deyək ki alfa çıx 1 mənfi sinüs kvadratı alfadır da. Baxın bunun yerinə mənfi sinüs kvadratı alfa yazmaq olar. Olurmu sinüs alfa və bu sinüs alfa ilə də bu sinüs alfa ixtisar geçsəydi qalardı burada sinüs kvadratı alfa amma mənfi. Yuxarıda da qalıb mənfi 2 kosinüs kvadratı alfa.
Burada mənfilər ixtisar 2 kosinusu sinusa bölündə kotangensdir. Yəni kotangens kvadratı alfa. Belə bir cavab. Müsbət 2 kotangens kvadratı alfa Y variantı. Bu kosinus kvadratı alfa çıx sinus 1'i bildiniz də hardan gəldi? Kosinus kvadratı alfa çıx 1'in yerinə sinus kvadratı alfa deməli üstəgəl kosinus kvadratı yazmalıyam. Qarşıda mənfi var. Bunda bunlar gedib mənfi sinus kvadratı qalırdı. Bax, bu hissəyə diqqət. Belə, bu oldu 10. 11'ə baxaq. 1 çıx sinus kvadratı alfa eləyir kosinus kvadratı alfa. Üzərinə gəl. Şagirdlər, bu tangens alfa üstəgəl kotangens alfa. Bunu açıram. Sinus alfa böl kosinus alfa. Üzərinə gəl. Kosinus alfa böl sinus alfa. Ortaq məxrəc eləsəm, qalır sinus alfa vur kosinus alfa. Yuxarıda da 1. Çünki çarpaz vuranda sinus kvadratı, daha doğrusu ortaq məxrəc eləyəndə sinus kvadratı alfa üzərinə gəlir kosinus kvadratı alfa. Bu sürətdə edir. Yəni o deyir 1. İndi gətirib yerinə onu yazsam, olacaq belə də tangens alfa vurulsun. Bölərkən bu qalxır yuxarı. Sinus alfa vur kosinus alfa. Bu şəkildə. İndi kosinus kvadratı alfa üzərinə gəl. Tangens alfanı açıram. Sinus alfa böl kosinus alfa vur sinus alfa. Bu da kosinus alfa. Kosinuslar gedər, qalar sinus kvadratı alfa. Qarşıdakı kosinus kvadratından da topladım. Elədir 1. Sual 12. İfadəsini sadələşdirin. Burada bir üstəgəl tangens kvadratı alfa dedik ki bərabərdir 1 bölünsün kosinus kvadratı alfaya. İndi şagirdlər, onun yerinə gətirib bunu yazsam, olacaqmı belə? 1 böl kosinus kvadratı alfa vurulsun 1 böl sinus kvadratı 1 böl sinus kvadratı alfa belə çıxılsın bir də 1 böl kosinus kvadratı alfa. Buradan mötərizə xaricinə çıxartsaq bunu kosinus kvadratı alfanı qalarmı? 1 böl sinus kvadratı alfa minus 1. İndi burada ortaq məxrəc etsək 1 böl kosinus kvadratı alfa vurulsun. Olur belə də 1 çıx sinus kvadratı alfa sürətdə sinus kvadratı alfa aşağıda məxrəcdə. Bu 1 çıx sinus kvadratı alfa kosinus kvadratı deməkdir. Elə bu kosinus kvadratları burada gedər. Qalar 1 böl sinus kvadratı alfa. Yəni B variantı. 13-cü sual. 13-də də belədir. İfadəsini sadələşdirin. Tangens alfanın yerinə yazsam sinus alfa böl kosinus alfa üzərinə gəl kosinus alfa böl 1 üstəgəl sinus alfa. İndi şagirdlər, buradan ortaq məxrəc etsək, olarmı belə? Kosinus alfa vurulsun 1 plus sinus alfada vurub açıram, eləyir sinus alfa üzərinə gəl sinus kvadratı alfa. Bir də üzərinə gəl, ortaq məxrəc eləyəndə kosinus kvadratı alfa. Yuxarı, baxın bu hissə 1'dir. Olurmu belə? Sinus alfa üzərinə gəl 1, aşağıda da kosinus alfa 1 üstəgəl sinus alfa. Və bunlar ixtisar gedir, qalır 1 böl kosinus alfa. Yəni A variantı. 14-cü suala baxaq. Deyir, aşağıdakilerden hansı kosinus alfaya bərabərdir? Birincisi A bəndi modulda. Bu 2 ilə ixtisar gedir. Modulda kosinus alfa çıx olur 2 kosinus alfa. Deməli 90 və 180 aralığında bilirsiniz ki bu mənfi eləyir. 90 və 180 aralığında ikinci röpü mənfidir. Qarşıya bir dənə mənfi atıb çıxardırıq. Cavab eləyir 3 dənə kosinus alfa, yəni A bəndi deyil.
B-ni yoxlasaq, bu kök altında 1 çıx kosinus kvadratı alfadır. 1 çıx kos kvadratı alfa sinus kvadratı alfadır. Bu da modulda sinus alfa çıxır. Pi bölü 2 pi aralığında bu kosinus alfaya bərabərdirmi? İkinci rübdə sinus müsbətdir, müsbət sinus alfaya bərabərdir. Getdi. 3-ə baxıram. D-yə baxaq birbaşa. Kök altında 1 çıxılsın sinus kvadratı alfa. Bu da eləyir kosinus kvadratı alfa. Düşür modulda kosinus alfa. Neçənci rübdür? İkinci rübdür. İkinci rübdə mənfidir. Qarşıya bir dənə mənfi atırıq. Yox, D bəndə də deyil. C-yə baxaq. 2 kosinus alfa. 2 kosinus alfa. Çıxılsın modulda kosinus alfa. İkinci rübdə mənfidir. Qabağa bir dənə mənfi atanda bu toplanır olur. 3 dənə bu da deyil. Y variantı. 2 kosinus alfa. Üzərinə gəl modulda kosinus alfa. İkinci rübdə mənfidir. Qarşıya bir dənə mənfi atırıq. Bundan da bunu çıxanda qalır elə kosinus alfa. Yəni Y variantı. 15. Funksiyalardan hansına aiddir? Hansı buna aiddir? Hə. Baxırıq DY təyin oblasti. Ümumiyyətlə bu sinusla kosinusun təyin oblasti bütün ədəd oxudaq. Mənfi sonsuzluq ilə müsbət sonsuzluq. Söhbət onların təyin oblastlarından gedir. Bu birincisi doğru deyil. Qiymətlər oblasti cüt olduğu üçün dedik ki 0, 1 ilə yoxlamaq lazımdır. 0 yazsam üliyar 0, 1 yazsam 2-də 1. 1 yazsam edər 2-də 1. İndi 0 yazanda 2-də 1'i 0'a vurdum. Aldım 0. 1 yazsam yerinə alaram 2-də 1. 0, 2-də 1. İkinci variant doğrudur. Burada mütərizəni belə yazıblar. Yəqin ki, belə yazmaq istəyiblər. Siz bunu belə düzəldin. 0, 2-də 1. Cüt funksiyadır deyir. Təbii ki, cüt funksiyadır. Kosinusdan söhbət gedir. 3 də doğru. Ən kiçik müsbət dövrü deyir pi bölü 4. Yoxlayaq. Deməli, cüt olduğu üçün pi-ni modulda k-ya bölməliydik. Yəni, pi-ni bölürəm 4-ə. Eləyir, pi bölünsün 4. Bəli, bu da doğrudur. 5-ə baxıram. Qrafiki koordinat başlanğıcından keçir. Şagirdlər qrafiki koordinat başlanğıcından keçməz. Koordinat başlanğıcından keçmək üçün ümumiyyətlə x-a 0 verəndə y 0 almalıdır. Bir dənə 0 verin. Cos 0 alır. Cos 0-da 1 deməkdir. 1 2-də 1 vuranda 2-də 1. Yəni x-in 0 qiymətində y-ımız 2-də 1 alır. Bu koordinat başlanğıcından keçməz. Cavabımız oldu 2, 3, 4. İfadəsini sadələşdirin. A kubu plus B kubuna görə açsaq, bax biz bunu A kubu plus B kubuna görə açsaq, A plus B-lər ixtisar gedər. Yəni sinus alfa üstəgəl kosinus alfalar ixtisar getdi. Nə qaldı? Sinus kvadratı alfa. Üzərinə gəl kosinus kvadratı alfa. Aydın məsələdir. Bir də plus, daha doğrusu minus sinus alfa vur kosinus alfa. Yəqin aydın oldu da. Bu açanda bu düsturu necə açırdıq? Bu formada. A kvadratı, B kvadratı minus AB kimi. Bu AB, yəni sinus alfa, kosinus alfa bu aşağı ilə ixtisar getdi. Və bu da 1 eləyir, bilirsiniz. 1 çıx sinus alfa, kosinus alfa. Elə bununla da bu getdi. Qaldı elə 1 də. Yəni variantı. 17-yə baxıram. Kosinus 250 A olarsa tangens 250-ni soruşur. Tangens 250 bilirsiniz ki sinus 250 bölünsün kosinus 250 dərəcə deməkdir. Kosinus 250'ni yerinə A verilib. Sinus 250'ni tapmaq üçün belə yazdım da. Kosinus kvadratı 250 üzərinə gəl sinus kvadratı 250 bərabərdir 1. Buradan sinus 250 bərabərdir kök altında 1 minus A kvadratı. Gətirib yerinə yazıram. Kök altında 1 minus A kvadratı bölünsün A. Yəni A variantı. Oldu bu şəkildə. Hər hansı bir diqqətsizlik etdikmi bir də baxaq.
Sinüs 250, kosinüs 250. Şagirdlər, bir də onu qeyd eləmək lazımdır ki, baxın burada kosinüs 250 deyir aya bərabərdir. Bizə a-nın nə olduğu bilinmir. Kosinüs 250 üçüncü rübdür. Üçüncü rübdürsə aydın məsələdir ki, bu a sıfırdan kiçik ədəddir. Hər hansı bir qiymətdir və mənfi olmalıdır. Deməli, əslində kosinüs 250 mənfi aya bərabər imiş. İndi bizə bunu verdilər. Biz də bu A variantını tapmışıq. İndi aydın məsələdir ki, tangens 250-ni soruşmur. Tangens 250-də də dedik ki, sinus 250 bölünsün kosinus 250. Bir bunu tapın. Burada tangens 250 neçənci rübdür? Üçüncü rübdür. Üçüncü rübdə tangens. Yəni buradan elə görsənir ki, bu tangens 250 üçüncü rübdədir. Deməli, üçüncü rübdə tangesdən müsbətdir. Cavabın müsbət formada olmalıdır. Amma burada bir şeyə diqqət yetirmək lazımdır. Baxın, sizə onu daha gözəl formada belə göstərə bilərəm. Yəni burada cavabımız əslində mənfi olmalıdır. Qarşıda bir dənə mənfi olmalıdır. Nəyə görə? Bax, dedik ki, sinus kvadratı alfa, əslində o hissəni görmək olmur, amma müəyyən bir diqqət lazımdır orada. Baxın, indi deyəcəm o hissəni. Bərabərdir 1. Hər tərəfini biz sinus kosinus kvadratına bölsək, qalırmı tangens kvadratı alfa plus 1 bərabərdir 1 bölünsün kosinus kvadratı alfaya. Buradan da tangens kvadratı alfa bərabərdir 1 bölünsün kosinus kvadratı alfa minus 1. Ortaq məxrəc eləsəm, qalır kosinus kvadratı alfada 1 çıxılsın kosinus kvadratı alfa. İndi bu hissə aydın məsələdir ki, 1 çıxılsın kosinus kvadratı deməli nə? Alfa. Bura qədər aydındır. İndi bu tangens kvadratı buna bərabərdir də. Tangens kvadratı alfa bərabər oldu 1 minus kosinus kvadratı alfa bölünsün kosinus kvadratı alfaya. Buradan da biz tangens alfanı tapsaq, bizdən tangensi soruşur. Olurmu belə? Kök altında 1 minus kosinus kvadratı alfa bölünsün kosinus kvadratı alfaya. Kökü ayırsam, olur belə. Kök altında 1 minus kosinus kvadratı alfa bölünsün modulda kosinus alfa. İndi diqqətlə bura baxın. Diqqətlə baxın. Bu ifadəni aldım. İndi bu tangens alfanın yerinə 250 yazsam, yazmalıyam mı? Kök altında 1 çıxılsın kosinus kvadratı 250 dərəcə bölünsün kosinus modulda 250 belə formada. İndi aydın məsələdir ki, yuxarıda kök altında 1 çıxılsın kos 250-ni a verib minus a kvadratı bölünsün. Bu kosinus 250-də dedik ki, mənfidir. Özü aya bərabərdir. Yəni bu ifadə aya bərabərdir verib. Və üçüncü rübdədir. Kosinus mənfidir. Moduldan da mənfi çıxmaz. Ona görə modulu açanda qarşıya bir dənə mənfi atıb çıxardırıq. Və görürsünüz ki, cavabımız keçdi oldu C variantına. Baxın, diqqətli olun. Əslində tangens 250 üçüncü rübdədə müsbət görsənir. Amma bu hissədə diqqətli olmaq lazımdır. Davam edirəm 18-ci sualdan. Aşağıdakılardan hansı mənfidir? Bu 18-də də aşağıdakılardan hansı mənfidir? Yoxlayırıq A variantını. Tangens 80, sinus 80. Dedik ki, tangens bütün rüblərdə artan funksiyadır. Təbii ki, tangens 80 böyükdür sinus 80 dərəcədən. Çünki tangens 45-də 1 alır. 1 böyükdür. Sinus 45-də kök 2 bölü 2 alır. Təqribən 1,4 bölü 2, 0,7. Görürsünüz, buradan da məlumdur, bu böyükdür. Böyüksə bu müsbətdir. Keçirəm kosinus 80 ilə kotangens 80-ə baxıram. Kotangens 80. İndi tangens 80 sinus 80-dən böyükdür.
Və bununla kotangens 80-də kosinus 80-dən böyük olmalıdır. Amma burada fikir verin, kosinus 80-dən kotangens 80-i çıxıblar. Bunu vahid çevrədə də göstərmək olar. Vahid çevrədə də göstərmək olar. Və ya belə deyək də, bax, aydın məsələdir ki, kosinus birinci rübdə azalan funksiyadır. Kotangens də həmçinin. Lakin kotangens 80 kosinus 80-dən kiçikdir. Yəni kosinus 80 belə deyək, daha doğrusu kosinus 80 kotangens 80-dən kiçikdir. Yəni bunu da aydın məsələdir ki, kiçik ədəddən böyük ədəd çıxanda bu deyilir mənfi. Ortada da hasil var. Bir-birinə vuranda eləyəcək müsbət. Bax şagirdlər, bir də təkrar edirəm. Tangens 80 və sinus 80-i müqayisə elədik. Dedik ki, hər ikisi birinci rübdə, ümumiyyətlə tangens bütün rüblərdə artan funksiyadır. Tangens 80 sinus 80-dən böyükdür. İndi kosinus 80 ilə kotangens 80-i müqayisə eləyək. Və yaxud da eləyək də, yəni burada bir çətin bir şey yoxdur ki. Deyək ki, kosinus 45-ə baxaq, kosinus 45. Bu da kotangens 45. Kosinus 45 kök 2 bölü 2-dir. Kök 2 bölü 2 neçə eləyir? Məsələn, 0,7 deyək təqribən. Kotangens 45-də 1-dir. Görürsünüz, bu bundan kiçikdir. Lap 60 dərəcəni yoxlayın. Kosinus 60 ilə kotangens 60-ı yoxlayın. Bu 2-də 1 alır, 0,5. Bu da kök 3 bölü 3 alır. Kök 3 1,6,7 deyək. 3-ə də böləndə 0,5-dən böyükdür. Görürsünüz, 0,5-dən böyükdür. Yenə də bu bundan böyük oldu. Yəni bu bundan kiçik oldu. Ona görə də kosinus 80 də kotangens 80-dən kiçik olmalıdır. İndi kiçik ədəddən böyük ədədə çıxanda da eləyir mənfi. Müsbəti də mənfiyə vuranda mənfi. Vəssalam. Bütün variantları da belə yoxlayıb görə bilərsiniz. Elə A variantı elə birbaşa cavabımız oldu. 19. Funksiyasının qiymətlər çoxluğunu soruşur. Arkotangensin qiymətlər çoxluğu 0 pi-dir dedik. Bölünsün pi var burada. Üzərinə gəl 1. Gətirib ifadənin yerinə burada 0 pi daxil, daha doğrusu daxil deyil, 0 pi-dir. 0 qoysam 0-ı pi-yə böləndə eləyir 0, üzərinə 1 gəl 1. Pi yazsam, pi-ni pi-yə bölüb üzərinə 1 gələndə eləyər 2. Yəni 1-2 aralığı. Cavabım Y variantı. 20-ci sual. Funksiyaları üçün aşağıdakılardan hansı doğrudur? İndi ən kiçik qiyməti deyir ki, bu 4-dür. 0,1 qiymətlər oblastıdır. 0 yazsam eləyər 7. Ən kiçik qiyməti 4 deyil. Deməli, bu doğru deyil. Ən kiçik müsbət dövrü 45-dir. Deməli, mən cüt olduğu üçün pi-ni modulda k-yə bölməliyəm. Pi-dir, bölünsün k-da 4-dür. 45. Ən kiçik müsbət dövrü deməli 45-dir. Doğrudur. Deyir, cüt funksiyadır. Xeyr, sinusdan söhbət gedir. 0,7 nöqtəsindən keçir. 0,7 nöqtəsindən keçir qrafiki. Yoxladıq. 1. Deməli, 0 alanda D. Bu da yox. Təyin oblasına daxil olan ən kiçik ədəd 0-dır deyir. Ümumiyyətlə, sinusla kosinusun dedik ki, bayaqki sualda təyin oblasti mənfi və müsbət sonsuzluqdur. Və gördüyünüz kimi B variantı uyğundur. 0,7 nöqtəsindən keçməz. X-in yerinə 0 qoysaz 7 nöqtəsindən keçməz. Təyin oblasına daxil olan ən kiçik tam ədəd 0 dedik. Deyil, çünki təyin oblasti bütün ədəd oxud dedik. Cüt funksiya deyil. Ən kiçik müsbət dövrü 45-dir B variantı. Belə, başqa 20 dənədir. Belədir şagirdlər. Bütün sualların izahlarını verdim. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.